Hoş gördük mənim əzizlərim. Bugün sizlərə mən Ulu Borçalımızın hörmətli şairə qızı Səringül xanım Sadənin Azərbaycanımın dilbər gülşələrindən biri olan Yardımlı haqqında yazdığı şeiri paylaşıram. Yardımlıdır, cənnət kimi güşədir, uca dağdır, bağça bağdır, meşədir, çoxdur hacı, Kərbəlayı, Məşədi, yoxdur tayı, bərabəri bu yerin. Yardımlıda Qorqud ocaq közü var, Şah İsmail babamızın izi var, hər ağızda ataların sözü var, saya gəlməz igid əri bu yerin. Səhər-səhər savalandan yel əsir, qəm hicranı, intizarı o kəsir, Səringül də söz deməyə tələsir, Yiləs çaydır, dür gövhəri bu yerin, Yiləs çaydır, dür gövhəri bu yerin. Sağ olun dostlar.